Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Ve la'nu daimu ala adaihim ecmain. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu aziz kardeşler. Ekranda gördüğünüz kitap Ehl-i Sünnet'in böyük alimlerinden olan El-Ma'rifetut Tarih El-Fəsəvinin kitabıdır. El-Fəsəvinin kitabıdır. Mətnə keçməmişdən əvvəl bunu bildirmək istəyirik ki, kim Osman ibn Əffanı sevirsə, bu səhih rəvayətə görə o Dəccalı sevmiş kimidir və Dəccalın ardıcıllarındandır. Mətin belədir. Həddəsənə İbn Numeyr. İbn Numeyr hafizdir. Buxari və Müslimin ravilərindəndir. Həddəsənə Muhammed ibn Səld. O da Əbu Hatim onu etibarlı hesab etmişdir və Buxarinin ravisidir. Həddəsənə Mənsur ibn Əbul Əsvəd. O da saduqdur. Etibarlıdır. O da rəvayət eləyir. Ənil Ə'məş. Ə'məş də hafizdir. Buxari və Müslimin ravilərindəndir və bütün Əhl-i Sünnət alimləri onu İmam Hafiz hesab etmişlər. An Zeyd ibn Vahb siqadır, cəlildir. Hədisində xələl olduğunu desələr də, o Buxari və Müslimin ravilərindəndir. Böyük şəxsiyyətlərdəndir Əhl-i Sünnət və cəmaata görə. O da rəvayət eləyir. An Huzeyfə ibn Yaman. Huzeyfə sahabədir. Onun ədalətində heç bir problem yoxdur. O deyir, qalə Huzeyfə, mən kənə yuhibbu Uthman və xarəcət Dəccal təbi'ə. Kim Osmanı sevərsə, o Dəccala tabi olmuş olar. Dəccalın ardıcıllarından olar. Fəin mətə qablə ən yaxruc əmənə bihi fi qabrihi. Əgər Dəccal, həmən Dəccal çıxmamışdan əvvəl ölərsə, qəbrində ona iman etmiş olar. Yəni qəbrində Osmana sevgi aşkar olunsa bir kəsin, o Dəccal kimi ölmüş olar. Bu hədisin vəl-hədithu sahih, hadithuhu min ruvatil Buxari kulluhum. Hədisin bütün raviləri Buxarinin səhihi raviləridir. Sənəddə heç bir problem yoxdur. Amma Əl-Fəsəvi bu hədisi zəiflətmək üçün əlindən gələni etmiş, amma gülməli bir duruma düşmüşdür. O hədisi yalan hesab etmişdir. Nəyə görə yalan hesab etmişdir? Çünki Zeyd ibn Vahbi ittiham eləmişdir, zəiflətməyə çalışmışdır. Amma Zeyd ibn Vahbin etibarlılığında və min ricali sittə və mucma'un alə tavsiq. O Kutubi Sittənin ravilərindəndir və onun tövsiqində, etibarlılığında icma vardır. Yəni Əl-Fəsəvi burada rəzil bir duruma düşmüşdür. Zeyd ibn Vahbi zəiflətmək istədikdə, əslində Zeyd ibn Vahb Əhl-i Sünnə və Cəmaanın icmasına görə etibarlı, tövsiq görmüş bir adamdır. Və sonda demək istəyirik ki, Osman ibn Əffandan uzaq durun, yoxsa Dəccalın şiyələrindən olasınız. Vəssalamu aleykum və rəhmətullah.